İran prezidentindən Bakıda səmimi etiraf, tarixi səfərin əsl məqsədi açıqlandı. İran prezidentinin Bakıya ilk səfəri reallaşdı. Müharibədən sonra İran hakimiyyətinin yürütdüyü iki tərəfli və regional siyasət səbəbindən tərəflər arasında gərginlik yaranmışdı. Məsud Pezeşkiyanın səfəri ilk növbədə İslam Respublikasının təqsiri səbəbindən yaranan maneələri aradan qaldırmağa yönələ bilər. İran hökumətinin başçısı səfər öncəsi Azərbaycan televiziyasına və İranın İRNA agentliyinə müsahibəsində iki tərəfli əlaqələrin inkişafına dair açıqlama verib. Onun sözlərinə görə İran və Azərbaycan qonşu olaraq bir-birinə çox kömək eləyə bilər. Məsud Pezeşkiyan ölkələr arasında əməkdaşlıq imkanlarının mövcudluğundan bəhs eləyərək sağlam əlaqələrin yaradılması üçün əl-ələ verib əməkdaşlıq etməyin mümkünlüyünü vurğulayıb. Onun vurğuladığı məsələlərdən biri o tay bu tay ifadəsidir. Bu tay o tay bir-birimizlə qohumuq. Gediş-gəlişlər töhfə verir. Ona görə də bir-birimizin gediş-gəlişimiz üçün yolları açmalıyıq. Bir-birimizə kömək eləyə və hər iki ölkənin xalqına sakit, yaxşı həyat yarada bilərik. Pezeşkiyan İranın əvvəlki prezidentlərindən fərqli olaraq Azərbaycan Respublikasına münasibətində bir fərd olaraq daha səmimi sayılır. Pezeşkiyan İranla Azərbaycan arasında əməkdaşlıq sahələrinin genişləndiyini söyləyib. İran Azərbaycanla bütün sahələrdə strateji əlaqələrin olması üçün səy göstərəcək. Vurğulayıb ki, Azərbaycanı yad ölkə saymır, burada özünü qərib hesab eləmir. O qeyd edib ki, iki ölkə problemlərini birlikdə, danışıq yolu ilə həll eləyə bilər. Məsud Pezeşkiyan bununla da İranla Azərbaycan arasındakı problemə işarə edib. Bir-birimizin ərazi bütövlüyünə qarşılıqlı hörmətlə region ölkələri olaraq əlaqələri gücləndirə bilərik. Yollar və maliyyə kanalları aça bilərik. Bu yolla bir-birimizə kömək eləyərik. İstehsalçılarımız birgə çalışa bilərlər. Bizim aramızda başqalarının ixtilaf yaratmasına imkan verməməliyik. Ancaq Prezident İlham Əliyev iki ölkə arasındakı problemi aprelin 9-da ADO Universitetində Yeni Dünya Nizamına Doğru mövzusunda beynəlxalq forumundakı çıxışında açıqlayıb. Prezident 2023-cü il yanvarın 27-sində Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan bəhs eləyərək deyib ki, əlbəttə biz səfirliyimizə qarşı törədilmiş terror aktı kimi faciəvi hadisələri unuda bilmərik. Ancaq bu, Prezident Pezeşkiyanın seçilməsindən öncə baş verib. Biz qəti şəkildə əminik ki, bu Azərbaycana qarşı təşkil edilmiş terror idi. Bu hadisənin şəxsi zəmində baş verməsi kimi iddialar tamamilə əsassızdır. Dövlət başçısı vurğulamışdı ki, o vaxtdan 2 ildən artıq vaxt keçməsinə baxmayaraq cinayətkarlar cəzalanmayıb. Bunu Azərbaycan prezidentinin normallaşma üçün İran hakimiyyəti qarşısında şərti kimi də dəyərləndirmək olar. Prezident İranın Ermənistanla birlikdə reallaşdırmaq istədiyi Şimal-Cənub dəhlizi ideyasına da münasibət bildirərək Azərbaycan ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizi barəsində belə deyib. Bu layihədə iştirak edən bütün tərəflər üçün böyük səmərə gətirəcək. Dövlət başçısı qeyd edib ki, Azərbaycan layihə üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirir. Beləliklə, Məsud Pezeşkiyanın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq üçün İranın hökumət başçısı səviyyəsində bir addımdır. Bu, İbrahim rəisinin prezidentliyi dövründə başlamış əlaqələrin genişlənməsi, münasibətlərin normallaşması baxımından mühüm sayıla bilər. Pezeşkiyanın yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcəyini deməsi, münasibətlərin normallaşacağı istiqamətində Tehranın uyğun addımlar atacağından xəbər verir. Yaxın gələcəkdə qardaşımın yenidən qonağı olacağam deyə o vurğulayıb. Bu səfər çoxdan gözlənilirdi. Ancaq müxtəlif hadisələr onun reallaşmasına mane olurdu. Bu dəfə hadisələr müsbət istiqamətdə inkişaf eləyirdi. İranla Azərbaycan arasında mübahisə yarada biləcək əlavə məsələlər demək olar ki, iki ölkənin gündəliyində yoxdur. İranla Amerika Birləşmiş Ştatları arasında artıq 3 birbaşa olmayan görüş olub. 4-cünün keçiriləcəyi ilə bağlı razılıq əldə edilib. İsrail də İranın yalnız nüvə məsələsini Tehranla müzakirə etməyə hazır olduğunu bildirir. Odur ki, İslam Respublikasının Azərbaycana irad tutmaq istəyəcəyi mövzular demək olar ki, zəifləyib. Bu baxımdan iki tərəfli münasibətlərin normallaşması üçün optimal şərait yaranıb. Məsud Pezeşkiyan bu istiqamətdə rəsmi Tehranın ilk addımını atıb. Sədrəddin İsmailov, Leyla Mehdi qızı, Report.